это необходимо. Hiç bilirsiniz necə gözəl oynayır? Belə. Я девушка восточная. Böyük bir qəbahət, bir... Veriliş deyil, avantura deyil. Azərbaycan estradasının zulası. А ну-ка, аплодисменты, девочки. Bomba! Yarım saatinizi bizə həsr edin. Dünyanı ayağınıza götürək. Salam, efirdə Bumerang Show və sizinlə mənəm Ayna. Əl-Şəmaət tələsmin. Bugünkü proqramımızda daha bir aparıcı dəvət etmişik. Ən aktiv bumerangçımız Emin. Necəsən? Yaxşıyam, Heyecanlısan? biraz. Bəlkə sən də tamaşaçılara bir-iki söz deyərsən. İyiyim də. Mən sinamızı ürəkdən salamlayıram. Mən çox şadam ki, siz mənim aktivliyimi görüb, bura bir aparıcı kimi dəvət edibsiz. Belə salamlaşdıq, su girdi qaba, oldu içməli. Emin, get qonağımızı dəvət edin. Nə deyirəm ki, dəvət eləyim, amma gəl ondan qabaq, ondan bir balaca məlumat verim. Bizim bugünkü qonağımız Azərbaycanın populyar müğənnisi Azərindir. Evdə ana xanım, səhnədə isə Azərin kimi tanınan bu xanım 1971-ci il mayın 9-unda anadan. İlk dəfə səhnəyə 1980-ci ildə Cücələrim ansamblinin solisti kimi çıxıb. 1985-ci ildə Moskvada keçirilən 12-ci Dünya Gənclər Festivalının laureatı, 1990-cı ildə Odlar Yurdu, 1999-cu ildə Asiyanın Səsi festivallarının diplomatı olub. Yaxın 30 dəqiqə ərzində isə Bumerang Show-nun hədəfidir. Azirin, sənin əsl adı Ana xanım idi. Bu adınızı niyə dəyişdirdiniz? Demək, Ayla, bilirsən, mən Türkiyədə yaşadığıma görə orada mənim adım çox çətinliklə başa düşülürdü. Orada qərar verdim ki, adımı dəyişdirim və Azərbaycanı bənzətsin, yəni Azərbaycanı çağdaşdırsın. Ona görə mən Azərin qoydum. Sonra da bura gələndə qərar verdim ki, elə bu adla qalım burada. Amma Ana xanım adını mənim xoşuma gəlir. Çünki mənim bacım Ana xanımdır. Bilirsən, Ayla, Ana xanım adı çox gözəl addır. Birincisi, əsl Azərbaycan köynə adlarındandır. Mənim bir problemim yoxdur, yəni məni yaxın dostlarım, çoxdan tanıyan insanlar yenə də Ana xanım deyirlər, amma səhnədə Azərin kimi tanınmaq istədim. Ayna, Ana xanım adı ona görə gözəldir ki, həm ana, həm də xanım ən gözəl qadına deyirlər. Düzdür, evinizdə fikirləşmirsən, bəlkə Azirin ana olduqdan sonra yenə də Ana xanım adını götürmək istəyəcək. Çox maraqlı, çox maraqlı. Yox, götürmək deyəndə mən öz adımı tərk eləməmişəm, atmamışam. Yəni, mən həmişə Ana xanımam. Yəni, bu Ana xanım adını ata da bilmərəm, çünki bu mənim nənəmin adıdır. Ancaq səhnədə Azərin olmaq istəyirəm. Evdə dostlarım, tanışlarım, hər kəs mənə Ana xanım deyir. Azərin, sizdən bir mahnı rica edirəm. Çox sağ ol canım, mən sizə indi çox gözəl bir mahnı ifa edəcəm. Sardı korkular, gelecek yıllar. Düşündüm sensiz nasıl yaşanacaklar. Gözlerimde canlanınca yaktığım haksızlıklar. Güçlendim, her şey bambaşka olacak. Gördüm bak, geldim şimdi. Bugünü aslında nasıl sabırla beklediğimdi. Seni yalvarırken görmek, seni ağlatabilmek. Geçmişi senden geri almak bütün ümidimdi. Olmaz artık, kapa çık, arkanı dön ve çık.
yaşıyorum. Başım yukarıda meydan okuyorum. Hayata ve sana gönlüm doluyor aşkla. Barıştım bak hayatla, başladım yaşamaya. Şimdi gel de gör beni bambaşka biri. Topladım dağılan kalbimin her köşesini. Ardından ağlayan o zavallı kız nerede şimdi? Gel gör beni. Sevenlere vereceğim sevgimi, her şeyimi. Bugünü aslında nasıl sabırla beklediğimi. Seni yalvarırken görmek, seni ağlatabilmek. Geçmişi senden geri almak, bütün ümidim değil olmaz artık. Kapı açık, arkanı dön ve çık. İstenmiyorsun artık. Bir zamanlar sen de bana acımadın. Yalnız kaldım, yıkılmadım, ayaktayım, o yaşadım. Yaşıyorum, başım yukarıda meydan okuyorum. Hayata ve sana gönlüm doluyor aşkla. Barıştım bak hayatla, başladım yaşamaya. Gördüm bak, geldim şimdi. Bugünü aslında nasıl sabırla beklediğimdi. Seni yalvarırken görmek, seni ağlatabilmek. Geçmişi senden geri almak, bütün ümidimdi, o yaşadım. Yaşıyorum, başım yukarıda meydan okuyorum. Hayata ve sana gönlüm doluyor aşkla. Barıştım bak hayatla, başladım yaşamaya. İndi başlayırıq bumerang atmağa. Yəni suallara. Hazırsınız? Bəsən, Mən hamıdan birinci qışqırdım, bəli. сколько сейчас стоит стать певицей? Müğənni olmaq indiki zamanədə biraz çətindir. Çünki bu show biznesə aiddir. Show biznesdə də bilirsən ki, yəni sən bilmirsən də çox insan Azərbaycanda bilmir. Başqa ölkələrdə çox irəliləyib show biznes, amma Azərbaycanda irələməyib. Çətindir, yəni irəliləmək. Ancaq xalqımıza minnətdar olmalıyıq ona görə ki, xalqımız bizim sənətdən çox gözəl anlayır və müğənniyə, yəni istedada qiymət verir. Если у вас много денег было, что вы построили для детей? Çox gözəl sualdır. Mənim ən böyük arzum hər zaman, yəni uşaqlıqdan bir pulum, çox pulum olanda meçid tikdirmək olub. Əlbəttə ki, bu bizim uşaqlarımız üçün də, böyüklərimiz üçün də çox gözəl, xeyirxah bir əməl olardı məncə. Çünki mənə elə gəlir ki, məsələn mən Türkiyədə yaşamışam. Türkiyədə uşaqlar din dərsini birinci sinifdən öyrənirlər, öz dinlərini bilirlər. Yəni bu dindar olmaq deyil, amma dinlərini bilirlər. Yəni mən çox istəyərdim ki, çoxlu pulum olsun, bir gözəl meçid tikdirim öz xalqım üçün. Əlbəttə ki, uşaqlar da bundan xeyir görsünlər. Вы какой цвет любите? Какой я цвет люблю? Я все цвета люблю, кроме красного. Потому что у меня, mənim bürcüm boğa bürcüdür. Boğa bürcü də bilirsiniz ki, heç qırmızı rəngi sevmir. Amma qalan rənglərin hamısını sevirəm. Siz Azərbaycanda yaşamaq istəyərdiniz, yoxsa Türkiyədə?
Əlbəttə ki, öz vətənimdə yaşamaq istəyərdim. Azərbaycanda. Какие у вас творческие планы? Творческие планы, у меня их много, только я заранее это говорить не хочу, потому что mənə biraz düşmür qabaqcadan planlarımı demək, amma planım çoxdur. Тебя устраивает этот ответ? Да. Çox şadım. Siz müğənni olmasaydınız nə olardınız? Mənə elə gəlir ki, mən ikinci dəfə də dünyaya gəlsəydim, yenə də müğənni olmaq istəyərdim. Почему вы захотели стать певицей, и ваши родители не были против вашего выбора? Нет, конечно, мои родители не были против, потому что у моей мамы тоже очень красивый голос, и она закончила институт искусств давным-давно, и я похожа очень на нее, поэтому никто не был против. И, конечно же, у меня были очень хорошие педагоги, которые посоветовали мне поступить в консерваторию. Я поступила и закончила его. Вот так я стала pevicей. Sizin çox bərk səsiniz var. Siz konsert verəndə fonoqrama ilə oxuyursunuz, yoxsa canlı? Bilirsən mənim canım, demək Azərbaycanda biraz cihazlar zəif olduğuna görə bəzən müğənnilər çox məcburiyyət qarşısında qalırlar ki, fonoqrama ilə oxusunlar. Ancaq mənim çox böyük bir arzum var ki, solo konsertim olanda, mənim solo konsertim olanda mən solo konsertimi bütünlüklə canlı ifa edeyim, yəni fonoqramasız. Siz hansı müğənni ilə duet oxumaq istərdiniz? Valla bizim Azərbaycanda çox gözəl müğənnilər var, hansılarla ki mən duet oxuya bilərdim. Ancaq hələ ki bilmirəm. Yəni çox müğənni var ancaq. Həm kişi müğənni var, hansılarla ki duet oxumaq olar, həm qadın müğənni var, hansılarla ki duet oxumaq olar. Amma bilmirəm kimi ilə oxuyardım. Я знаю, что у вас есть сестра. Я хочу спросить, вы красивее или она? Да, у меня есть сестра, ей 13 лет, у нас между нами 16 лет разницы. Конечно же, она красивее, чем я. Siz evdə qalsaz nə eləyəsən? Şükür Allaha ki, evdə qalmamışam, məni alan olub.
Турции. Вы вернулись из Турции, потому что вы хотели жить в родине или просто? Ну, ты знаешь, у меня немножко были проблемы в моей семье, поэтому я вернулась. Но потом решила, конечно же, остаться, потому что я в 94 году уехала, не закончив консерваторию. Вот я приехала в 99 году, закончила его и решила остаться, чтобы заниматься искусством здесь, на моей родине. Siz birinci dəfə çıxanda səhnəyə nə hiss edirdiniz? Mən birinci dəfə səhnəyə 9 yaşında çıxmışam. Yəni 5 yaşından mən radiolarda mahnılar ifa eləməyə başlamışdım. Mən onda bağçadan aparırdılar radiolara. Mən gətirdim iki tava, şəkər bura, paxlava, belə bir dənə mahnı var. Bizim əlbəttə ki, valideynləriniz bilir bu mahnıları. Sonra 9 yaşında ilk dəfə səhnəyə çıxdım. Onda yadımdadır ki, çox məşhur bir bəstəkar vardı. Uşaq mahnıları yazan bəstəkar Kabalevski. Siz bəlkə indi bilməzsiniz. O gəlmişdi Bakıya. Onda mən Respublika Sarayında ilk dəfə addımımı attım. Böyük səhnədə 2 dənə də bantikim vardı belə. Mahnı ifa elədim. O vaxtda ifa elədiyim mahnı çox gözəl yadımdadır. Qarabağa aid mahnı idi. Ayaqlarım onda elə əsirdi ki, heç təsəvvür eləyə bilməzsiniz. Ancaq sonra öyrəşdim. Вы помните свою первую любовь? Где она была? В детском садике, в школе или в институте? Mənim ilk məhəbbətim olub 18 yaşında. Nə detski sadda olub, nə məktəbdə olub. Məktəbi qutarandan sonra olub 18 yaşında. Ancaq sonra düşündüm ki, yəni mən bu sənəti seçdiyimə görə biraz ailə qurmağım o yaşlarda imkansız idi. Ona görə o məhəbbətimi unutdum. Sənətimi seçdim. Hansı idman növü ilə məşğul olursunuz? Valla məşğul olursunuz deyəndə ki, hal-hazırda mən bir idman növü ilə məşğul olmuram. Uşaqlıqda məşğul olmuşam, həndibola getmişəm 2 il. Sonra taekvondoya getmişəm 2 il. Amma indi ən böyük arzum tənbəlliyi atıb səhərlər yuxudan durub qaçmaqdır. Siz Azərbaycan dilində oxumaq istəyirsiniz, yoxsa türk dilində? Bilirsən, bir müğənninin çox dil bilməyi çox gözəl bir haldır. Yəni, mən Azərbaycan dilində də əlbəttə ki, öz dilim olduğuna görə Azərbaycan dilində də oxuyuram, Rusça da oxuya bilirəm, İtalyanca da bilirəm, İngiliscə də oxuya bilirəm, İspan dilində də oxuya bilirəm. Əlbəttə ki, hamısından çox mən öz dilimdə oxumaq istəyərdim. А сейчас вы можете по-итальянски спеть нам? По-итальянски? Конечно, смогу. Che bella cosa, una tornata sole, Maria serena, dopo una tempesta, bella era fresca, pare già una festa, che bella cosa, una tornata sole. Sole più bella re, ma sole via, stai fronte a te, o sole via, stai fronte a te, stai fronte. Вы гордитесь, что вы азербайджанка? Mən çox fəxr edirəm ki, mən Azərbaycanlıyam. Çox gözəl sualdır. Öpürəm sənə bu suala görə. Mən çox fəxr edirəm, çünki mən Türkiyədə 7 il yaşamışam. Yəni bu illər ərzində mənim orada solo konsertlərim olub. Yəni orada mən Azərbaycan
musiqisini, xalq mahnılarını və klassik musiqisini təbliğ eləmişəm orada və hər kəs deyəndə ki, bu qız Azərbaycanlıdır, bu mənim fəxrim olub. Sizin uşağınız olsaydı adını nə qoyardınız? Vallahi heç vaxtım olmayıb onu fikirləşməyə, mənim uşağım olsaydı adını nə qoyardım. Bilirsən, o qədər gözəl uşaq adları var ki, mən hər halda çox çətinlik çəkərdim uşağım olsa adını seçməkdə. Ancaq hər halda Azərbaycanı anımsatan bir ad qoyardım. Если бы вы хорошо умели бы водить машину, как узнать, сейчас очень можно водить машину? Вы бы хотели, чтобы вас муж водил машину или вы сами? Ну, конечно, я бы хотела водить машину сама, но я немножко боюсь водить машину, поэтому bilmirəm. Ancaq özüm çox istəyərdim ki, maşın sürüm. Вы с какими композиторами работаете? Вот. Mən çox bəstəkarlarla işləmişəm. Mən əvvəllər Bakıda yaşayanda Eldar Mənsurovla işləmişəm. Məryəm Əlibəyli ilə işləmişəm. Amma Türkiyədən gələndən sonra mənim işlədiyim bəstəkarlar olub Məryəm Əlibəyli, ondan sonra Vaqif Gərayzadə. Hal-hazırda bu bəstəkarlarla işləyirəm. Как вы смотрите на детей, которые на улице моют стекла машин, у взрослых просят деньги? Əvvəllər mən açığı biraz pis baxırdım. Yəni gördüyüm zaman bu uşaqlara hardasa yazığım gəlirdi. Yəni düşünürdüm ki, biz niyə belə bir acınacaqlı vəziyyətə gəlib çıxmışıq ki, bizim uşaqlarımız doğrudan da bayırda, yəni sözün həqqi mənasında özlərinə, öz həyatlarında, yəni gün ağlayırlar, pul qazanırlar. Ancaq mən Türkiyədə yaşayandan sonra, yəni 7 il ki Türkiyədə yaşadım, mən buna alışdım. Yəni düzdür, lap balaca yaşından əlbəttə ki, uşaqları belə küçələrə, yollara göndərmək olmaz ki, onlar belə əziyyət çəksinlər. Amma Türkiyədə mən gördüm, məsələn 13-14 yaşında uşaqlar özləri işləyirlər iş yerlərində. Əlbəttə bayırda maşın yumurlar, hansı bir iş yerində işləyirlər, mağazada işləyirlər və ya firmalarda, ofislərdə işləyirlər. Və özlərinə pul qazanırlar o kiçik yaşlarına. Hətta mən belə bir şey deyə bilərəm ki, mən onda belə baxdım ki, yəni belə bir şey ola bilər. Amma gördüm ki, çox belə milyoner adamlar gördüm Türkiyədə, hansı ki iş sahibləridir doğrudan da. Onlar öz uşaqlarını göndərirlər bayıra. O uşaqlar götürür əllərinə o şvabranı. Gözəl-gözəl o bayırda mağazanın önünü, o şüşələri təmizləyirlər və bundan heç kim utanmır. Çünki o gənc yaşından öz uşağını, həyatda öz pulunu, özünə gün ağlamağı öyrədir. Yəni mən buna indi pis baxmıram. Sizin saçınızın rəngi zavaçkoydur yoxsa kraska belədir? Mənim balam, mən saçımın rəngi özü qara rəngdir, ancaq əlbəttə ki biraz dəyişiklik olsun deyə bu rəngdə elətdirdim. Расскажите нам некоторые смешные моменты из вашей жизни. Demək mən indi işlədiyim bəstəkar var. Sizə dedim Məryəm Əlibəyli ilə birlikdə işləyirəm. Tez-tez onunla tanış olanda demək mən getdim onlara qonaq. Bir şadlıq idi, yəni toy məclisi idi. Mən getdim onların evində qalmağa. Yəni orada gecələdim. Və gecə yatdım, səhər durdum. Bir də görürəm ki, hamısı mənə belə böyük, belə gözləri böyüyüb baxırlar mənə. Deyirəm ki, nə olub, niyə hamı mənə belə baxır? Mənə qeydlər dedilər ki, ay balam, biz eşitmişik səni səhnədə oxuyursan, yol gedəndə oxuyursan, amma yatanda oxumağı heç eşitməmişdik. Akasca mən onlarda yatanda gecə yuxuda mahnı oxumuşam. Uşaqlıqda dəcəl olmusunuz? Mən çox dəcəl olmuşam, mən oğlanları döyürdüm məktəbdə, o qədər dəcəl olmuşam. Verilişimizin adəti ilə hər müğənni verilişin haqqında canlı bir gözəl mahnı oxuyur. Əlbəttə ki, mən sizin üçün gözəl bir mahnı ifa edəcəyəm, ancaq bu mahnıdan qabaq sizə bir sualım var. Hamınız mənə sual verdiniz, bir dənə də sual mən sizə verim. Uşaqlar, sizə mənimlə maraqlı idi? Bəli! Biraz daha bərk. Bəli! Əla! İndi mən sizə çox gözəl bir mahnı ifa edəcəm. Üzüyümün qaşı
Firuze'dendir Gönlüm açılmayır Bugün nedendir Yaman günden Dost elinden Berk yapış Dünyanın hevesi Geçip gidendir Dünyanın hevesi Geçip gidendir Bulut gelir çizgi Çiner çeneyler Yar yarından ayrı Kısa gemeyler Sevgilimle nece kalır aralı Bir bakışla kalbe Belən Bumerang Show başa çatdı. Sizinlə biz idik. Emin Ve ayna. ve bizim qonağımız Azərin. Bizim için darıkın. Biz de sizin için darıkacağız. Gələn həftə görüşərik. Yüz merhem eyler Üzüğümün kaşı Firuze